Salam qızlar, hər vaxtınız xeyir olsun. Nə edirsiniz mənim gözəl, dəyərli, ürəyi təmiz, gönlü geniş olan izləyicilərim? Halınız, keyfiniz inşallah yaxşıdır. Mən şəxsən, bacınızı sorsanız, mən də çox yaxşıyam. Sizlərdən gələn o xoş yorumları oxuduqca daha yaxşı oluram. Bugün mən lobya supu bişirəcəm. Üstünə qaynar su tökmüşdüm. Bu da tez bazar balıqdır. İndi birazdan asacağım, bişər qəşəng. Lobya demişkən, dünən mən paylaşdığım videoda görürəm bəzi izləyicilərim inciyiblər, xətirlərinə dəymişəm. Heç birinin xətirlərinə dəymək istəmirdim. Mən 2 dənə dırnaq arası demişəm videomun içində. Bu kəlməm hər kəsə aid olmayıbdır qızlar. Sadəcə 2 xanıma aid olubdur. Onu da ki, bilirəm, indi deyəsiniz ki, boş ver Nərgiz, elə şeylərə bənd olma, elə yorumlara bənd olma. Vallah bənd olmuram. Əgər bənd olası olsaydım, 3 aydan çoxdur, həmən o dırnaq arası xanımlar dediyim insanlar mənim videolarımın altına yazırlar. Məndən keçib, da mən bloklamışam, məndən keçib başqa kanalların videolarının altına məndən yazırlar. Mən də bunu oxuyuram, hamısını görürəm. Bənd olası olsaydım, o yorumları elə orada cavabını verərdim. Ona görə siz bənd olmayın deyirsiniz, amma mən bənd olmamışam. Vallahi, 3 aydan çoxdur yazırlar. Həmən xanımın biri, olmaz 2 gün bundan qabağa ki, bir video paylaşmışdı. Bilmirəm, izlədinizmi? Videosunun içində yorumlar yazmışlar, paylaşdı. Həmən yorumları yazan xanımın biri də mənim pişirdiyim yeməkləri bəyənmir, qusuntu kimi görür, it yalına oxşadır. O qusuntu smayliki var, o mənə aid olan bir yorum idi. Allahımıza and olsun ki, mən Solmaza deməmişəm hələ də ki, yəni bunu paylaşandan sonra dedim. Amma ondan qabaq onu paylaşanda mən deməmişdim ki, Solmaz, məndən danışırlar, mən blokladım xanım sənin videonun altına, onu sil ya da blokla. Solmaz özü gördü onun mənliliyini, zarafata qoyub sözü dümdüzünə deyən xanım olub da. Yəni sözü düz deyirəm, amma zarafata salıb hər şey deyirəm. Eləsi olub, ona görə Solmaz elə bir video çəkməyə qərar veribmiş. Nəysə, inanın ki, mən bənd olmuram. Mənim bu dırnaq arası dediyim kəlməyə heç kəs inciməsin, xətrinə dəyməsin. Çünki hər insana aid də deyil o. O insana aiddir ki, həddlərini həqiqətən də aşıb daşanlara. Nəysə, bu haqqında çox danışmaq istəmirəm. Gedək, lobyamızı yuyək, asaq. Boş vermişəm, mən eləsiləri boş vermişəm, elə də ki, boş da verirəm. Eləsilərlə vaxtımı itirmək istəmirəm. Sadəcə mən gördüm ki, 1-2 xanım inciyiblər, inciməsinlər, xətirlərinə dəyməsin. Yeməyi dastım. O artıq pişsin. Dünəndən su qoymuşam çölə. Güllərimi sulayacağım. Yarpaqları solmuşdu. İndi gedək onu sulayaq birlikdə. Nədir? Nədir? Melis? Melis qızlar 2 gün idi, yox idi. Ağacı tükləri də çəkmir bizdən. 2 gün yox idi. Getmişdi, gəlmirdi. Daha hardaydı, hara getmişdi. Kim aparmışdı, uğramışdılar, yoxsa yox, bilmirəm. Amma özünü dünən gecə çatdırdı bura. Gəl çörək verim, hələ çörəklə idarə elə. Yağlı çörəkdə mən. Özüm yağlı çörək yemirəm, sənə verirəm. Ye görüm. Yataqlama mənə. Özünü dünən axşam gəldi, çatdırdı. Güllərimə baxın. Qəşəngləşibdir. Açırlar yavaş-yavaş. Ağlama, ye. Baxın, buralar da belədir. Bu yavaş-yavaş açır. Yetər tutun mən bu butulkanı. Qaça aslanarsan. Belə su qoyuram. Belə az-az suluyuram hamısını. Hər gün suluyuram mən giranlara. Açırlar.
Ay Melis. Adını görürsünüz, nətər tanıyır. Melis. Gəl yeylə. Dil örgətmişəm, Azərbaycan dili örgətmişəm. Bəzi insanlar başa düşə bilmir, nə yazıq ki. Dilsiz, ağızsız heyvanlar başa düşür. Aşkım. Aşkımı qanmır. Melis. Melis. Yedən azdanma. Sənə qeyib mən toyuq qənədi alacam. Qoyduğum su yetmədi. Boy mama qurban sizə. Mama qurban sizə. Bu maşınlar da nə bərk-bərk gedir. Aşkım. Xoş gəldiniz. Xoş gəldin. Yaxşı Atsenka mı gəldiniz? Mən zaçot aldım zaten. Zaçot nə dayəli? Xudorsunuz zaçot. Hə, malades. Gəlin içəri, gəlin içəri. Sürpriz oldu mənə. Güllərimi suluyurdum mən. Melisə bax, Melis görünə ayrır. Nazlanır. Anne, işin birisi 2 gün heç yok idi. Hə, dedim xalalara 2 gün idi, yox idi, itmişdi. İndi bilmirəm nə olmuşdu, hara getmişdi. Hara getmişdi, oğramışdılar, yoxsa yox, amma dünən axşam özünü çatdırdı. Oğradılar aynı. Ağlama, yaxşı. Gedək bala. Gedin siz üstünüzü başınızı soyunun. Yemək verəcəm sizə. Yaxşı mı? Əlinizi üzünüzü yuyun. Ondan sonra gəlin yemək yeməyə. Она еще слишком богата? Нет, он просто хорошо выглядит.
Elə bil vişirkadan asılmışam. Siz görməyəli qızlar, o qədər iş gördüm. Siz sadəcə bütçəsini izlədiniz. Qutarmır, iş deyən şey qutarmır. Onu yuyub təmizləyirsən, bu bulanır, bunu yığışdırırsan, ora uçurulur. Axır dedim, oturum, biraz sizlə söhbət edim. Allah qoysa bu yaxından yox, ayın 16-sı günü bacımla bazara gedəcəyik bir balaca alışveriş etməyə. Ayın 16-sı günü bacımı uşaq görərgəsinə çağırıblar. Sinif yoldaşı. Deyir ki, gedək üstümə, başıma biraz paltar alaq, bir də ayağına yay ayaqqabısı almaq istəyir. İndi bilmirəm, siz tərəflərdə varmı uşaq görərgəsi? Bizdə edənlər də var, etməyənlər də var. Amma sözün düzünü desək, mən elə bil ki, mənə görə artıq xərcdir. Mən elə fikirləşirəm. Mənə görə artıq xərcdir. Yəni, sən uşağın yanına sirə onu sən gedibsən, alasını alıbsan, verəsini veribsən, verirsən də. Amma bu başına xalq toplayıb, məncə, mən elə düşünürəm, artıq xərcdir. İndi gedənlər var, edənlər də var. Heç kimi işinə qarışmaq olmaz. Ona görə həm ayın 16-sı günü Vuxadnoy götürüb, həm gedib bazar alışverişini edəsik, həm də ki, bazardan gəlib hazırlaşıb uşaq görərgəsinə gedəsidir. Mən amma fikirləşirdim ki, bazardan alışveriş etməyə gedəndə yuxarıki otaqların ikisini də pərdə alam. Sadəcə tül almaq istəyirəm, altına da bir ton pərdə almaq istəyirəm. Dedim ki, alarıq, elə orada da tikdirərəm, gələrəm. Bacım da deyir, gecikəcəm mən, çatdıramayacam. Mən deyirəm, birinci pərdəliyə qeyb pərdəni alıb dərziyə versək, ondan sonra qeyb bazarı gəzib, dolaşıb, sənin paltarını ala bilərik. Nəysə, belə qərarlaşmışıq, indi görək. Alasızsam, paylaşacağım sizlərlə. Bəlkə o gün də çəkiliş etdim, biraz dəyişiklik olsun deyə bazardan görüntülər paylaşdım sizin üçün. Görək inşallah. Sağlıq olsun, Allah çatdırsın. Bir də nəyə deyəcəkdim? Bayaq bu qonşumuz var bizim. Alinin sinif yoldaşıdır, Azərbaycanlıdır. Elə bil ki, buranın yerli Azərbaycanlısıdır. Onun ulu babaları burada olubdu. Gördüm, uşağınla Ali döyüşdü. Bir neçə dəfə döyüşür. Yəni, mən sustururam. Yəni, bizimki ilə də döyüşən uşağa da oxşamır, bilirsiniz ki. Uşaq Aliyə çox pis kəlmə ifadə etdi. Bugün hədsiz çox pisin etdi. Ona görə də ki, mən dinlənmək məcburiyyətinə qaldım. Uşağa heç nə demədim. Gəldim qrupdan, valideynlər qrupundan, anasının nömrəsini tapdım. Zəng elədim, dedim, neçə gündür belə şeylər edir, deyirəm, susuram da, deyirəm, uşaqdır, mən özüm kimə deyirəm ki, uşaqdır, bugün dalaşarsınız, sabah barışarsınız, uşaqların ortasına valideyn girməsin. Amma mən belə susduqca, kirmiş durduqca, o deyirlər ki, həmişə susturanın başına aşağı hər şey deyərlər, elə onu kimi. Ali də susturan sükut uşaqdır. Onu da dinlənmədikcə başına aşağı hər şey deməyə başladı. Gördüm, yox, bu sakit durmaqla deyək, insan gərək biraz da göz açıq ola. Zəng elədim, dedim, o uşağın deyirəm, belə kəlmələr ifadə edir. Mən üstümə bir bağırmağına bax. Yəni ki, deyim, yəni mən səninlə döyüşmək üçün zəng eləməmişəm. Uşağın ağzından deyirəm, özüm eşitdim, deyirəm, bu kəlmələri deyirəm, siz özünüz gənə danışın, özü aranızda. Uşaqdır, bəlkə sizdə elə kəlmələr ifadə olunmur, amma bizim ailədə olunmadığına görə deyirəm, Ali eşitdikcə stres keçirir, deyirəm, uşaq çox pis olur, deyirəm, uşaqdırlar, mən də başa düşürəm, uşaqdırlar, döyüşərlər, barışarlar, amma o pis kəlmələr, bunların yaşı çatmır ifadə etməyə. Dedi, nə kəlməsidir, mən açıq-açıq deyəndən sonra, ondan sonra gördü, utanmağa başladı. Ondan sonra dedi, mən bu axşam danışarım, həll eləyəcəm, olmaz, bizdə də elə kəlmələr ifadə olunmur. Nəysə, bunu həll elədik, görək indi arxasında olacaq. İndi nəyə göstərəcəkdim? Elə bir paraşok hədiyyə ediblər dünən yoldaşıma iş yerində. İndi bilmirəm, bu Azərbaycanda var, yoxdur. Mən hələ burada görmüşdüm, istifadə etməmişdim, nə təridir. Onda keyfiyyətli bilmirəm, nə təridir. Yoldaşıma belə işdə görə qızlar ara-ara hədiyyələr edirlər. Gəh belə firmalardır da bunu edənlər. Maşın işinə baxır deyə
həm işinin, əlinin haqqını verirlər, həm də hədiyyə olaraq belə bir şeylər də verir. Uçurdular uşaqlar. Nə oldu? Dayanın. Hə, belə şeylər verirlər. Mən də işlədirəm. Bu qış yenə işinə görə 2 paçka naskı vermişdilər hədiyyə olaraq. Çox keyfiyyətli, o qədər keyfiyyətli naskıdır. Mən o naskını bazarda tapa bilmədim, satışda yoxdur. Elə bir ki, onu Rusiyadan gətirmişdilərmi, yoxsa Türkiyədən gəlmə mal idi. Didiklənmirdi, bir sport naskısı kimi idi. Çox qəşəngdir. Bir də ayağı elə bir istilik verir. Sintetik döyüdü də, bir istilik verir. Onu işlətdik, bir paçka, kişi üçün bir paçka mənim üçün vermişdilər, sağ olsunlar. Həmişə belədir. Burada Ağska türkləri çoxdur. Ağska türklər də çox ürək geniş xalqdır, həqiqətən də. Çox yaxşılıqlar görmüşəm mən Ağska türklərindən. Məsələn, Ağska türklərindən neçə dənə yoldaşımın dostları var. Bizdə hər il yay açılıb, yazdan payıza atan qarpız sezonunda, yemiş sezonunda bizim hər həftə 10 dənə qarpızımız hədiyyə gəlir. Hər həftə. Biz də yeyib çatdıramayanda birdən paylayırıq da, ehtiyacı olanda veririk qonşumu deyim, qohum qərəbəmi deyim belə. Pay verərlər, ondan sonra salatlar edərlər, onlar çox salat edir, kompot edir, yumru pomidor salırlar. Biz də edirik, onları etsək də, yəni ki, dediyim odur, ürəyi geniş, qəlbi təmiz insanlardır. Arzuda bir nə qədər salatlar verərlər, nə qədər turşular verərlər, sağ olsunlar. Ondan sonra hələ bir dəfə də qaynım olan vaxtı burada, mən kənd yerində də qalırdım. Orada 2 dənə belə yekə, o qalın balıqlar var. Sazandım, fazandımı bilmirəm adını dəqiq. Belə iri balıqlar vermişdilər. O da mənə zəng edir, deyir ki, nə verim mən bu balıqları deyir. Birini öyə gətirim, birini kimə verim. Axır mən də deyim, gətir evə, hələ baxın. Gətirib baxanda görmüş, təzə dənizdən tutulmuş balıqdır. Həqiqətən də özümü təmizlədim. Gecə saat 2-də onu təmizləmişəm. Doğrayıb, belə pingvin paketlərinə yığıb, xaladenika atdım. Lazım olanda çıxardıb istifadə edirdik. Belə, yoldaşım işi gücü də belədir. Yəni, bir yandan işləyir, bir yandan da firmalar hədiyyələr verir. Allah hər kəsin qazancını xeyrə qismət etsin, qızlar. Çox danışdım, mən həqiqət çox danışdım. Nəsə də çənəm düşdü. Sağ olun, sağlıqla qalın. Allah'a əmanət olun. Yeni videolarımızda görüşərik. Hər birinizə öpürəm. Hamınız mənim ürəyimsiniz, qəlbimsiniz. Çox sağ olun.